Balakən rayonunun Hənifə kəndində 2 mərtəbəli 2023-cü ildə tikilmiş, yeni tikili ev satışa çıxarılır. Ev gördüyünüz kimi çox möhkəm şəkildə tikilmişdir. 20'lik armaturalardan istifadə olunub. Torpaq sahəsi 48 sotdur. Demək olar ki, yarım hektar torpaq sahəsi var. Yan tərəfində, yəni bu hissədən yan tərəfdə satışa çıxarılan evə aiddir. Çardaqlı mal damıdır. Şurası təndirxanası. Yenə arxa tərəf dəmir hasarla bağlanmışdır. Arxa tərəfdə qeyd etdiyim kimi 48 sot torpaq sahəsi var. Evin yan tərəfindən də giriş-çıxış qapısı qoyulmuşdur. Gördüyünüz kimi torpaq səviyyəsindən də 4 pilləkən hündürdə tikilmiş. Evin arxa tərəfində kubik daşdan tikilmiş su hövzəsi. Bu hissədə kombi yerləşdirilibdir. Həyətinə aid ayıq yolcusu. Gördüyünüz bu hissə evin kanalizasiyasıdır. Üstü betonlanmış, iridir, genişdir gördüyünüz kimi. Arxa tərəfdə yenə evin ağarodudur, yəni dirlik. Bu hissədə parnikdir. Ağaçlar, hər cür meyvə ağaçları var. Bar verən. Bu hissədə şifrlə aralıq bağlanmışdır. Arxa hissədə fındıq tomalarıdır. 40'a yaxın fındıq tomaları var. Evin arxa tərəfində yerləşir. Qonşular ilə aralıq tikanlı məftillə hasar alınmışdır. Hər tərəfi bağlıdır. Tam 2 mərtəbəli evdir gördüyünüz kimi. Damı da kubik daşdan tikilib. Çardaqlı mal damı. Girişdə qonaq otağıdır. Yəni ev birinci mərtəbəsi çoxlu poldur. Tavanları yığılıbdır gördüyünüz kimi. Yan tərəfdən giriş-çıxış qapısı qoyulmuşdur. Həyətə qeyd etmişdim. Deməli, bu mətbəxdə girəcəyin sol tərəfində birinci otaq yataq otağıdır. Birinci mərtəbənin hündürlüyü, yəni yerdən tavana 3 metrə 50 santimdir, yəni 3 metrə yarımdır.
Tavanında gizli ışıklar koyulmuştur. Yan taraftan gördüğümüz gibi. Ön tarafta hamamı da ayak yolsudu. Tam təmirlidir. Hamamın girişində deməli paltar yığma maşını qoyulmuş. Pilləkənləri mərmərdəndir. 23 dənə pilləkəndir. Mərtəbə arası. Qeyd etdiyim kimi yeni tikilidir. İkinci mərtəbəsinə aid yəni hamamın ayak yolusu tam təmirlidir. Gördüyünüz kimi. Hamam ayak yolusu. Yine ikinci mərtəbəyə aid geniş mətbəxdir. Tam təmirli evdir. Pəncərələr tutayla plastikdir. Yine yatak otağı polo şam taxtadır. Bu yatak otağı yetərincə genişdir. Mətbəxdən əlavə 4 otaqdan ibarətdir. Mətbəxdən əlavə 4 otaqdan ibarətdir. İkinci mərtəbəsi. Gördüğünüz gibi bu otaqda tam təmirdən çıxdı. Tam təmirli bir evdir. Giriyaşı evdir. Ev yenidir, yeni tikilidir. İkinci mərtəbəsinə ait açıq balkonu yeri də gördüğünüz kimi keyfiyyətli metlaqdan istifadə olunmuşdur. Dənizdən sülahları. Torpağı yarım hektara yaxındır. Yonma kubikdən istifadə olunub. Möhkəm şəkildə tikilən bir evdir. Qiyməti videonun altında qeyd olunacaq.